Hamıya salamlar. Bildiyiniz kimi bugün birinci qrupların blok imtahanı keçirilib və yeni bir səhv sualımız var. Biz bu videoda bu səhv suala baxıb birlikdə sualı analiz etməyə və sualın nəyə görə səhv olduğunu anlamağa çalışacağıq. Suala baxaq. Sualda bizə deyilir ki, x kvadrat üstəgəl 10x çıxılsın y kvadratı bərabərdir 4y çıx 21. Biz bu sualı həll etmək üçün ilk öncə x-ları bərabərliyin bir tərəfinə, y-ləri isə bərabərliyin o bir tərəfinə almalıyıq. Elə etsək, bizim ifadəmiz belə olacaq. X kvadratı üstəgəl 10x bərabərdir y kvadratı üstəgəl 4y çıx 21. Sonra isə qaydaya əsasən biz hər iki tərəfi tam kvadrat ifadəyə gətirməliyik. Tam kvadrat ifadəyə gətirmək üçün hər tərəfə 25 əlavə etməliyik. Hər tərəfə 25 əlavə etsək, x kvadratı üstəgəl 10x üstəgəl 25 bərabərdir y kvadratı üstəgəl 4y çıx 21 üstəgəl 25. Çıx 21 üstəgəl 25-də üstəgəl 4 kimi yazmaq olar. Deməli, ifadəmizin sol hissəsi bərabərliyin sol tərəfi bərabər olacaq x üstəgəl 5-in kvadratına. Sağ tərəfimiz isə bərabər olacaq y üstəgəl 2-nin kvadratına. Məncə çox adam burada belə düşünür ki, hər iki tərəfi sıfıra bərabər etsək cavabı tapmış olarıq. Hər iki tərəfi sıfıra bərabər etdikdə x bərabər olar -5-ə, y də bərabər olar -2-yə. Cəmləri isə -7 olur. Əgər A variantında burada mənfi varsa, cavabımız A variantı olacaq. Amma bu yanaşma düzgün deyil. Nəyə görə düzgün deyil? Çünki biz burada ifadələri sıfırdan başqa 1-ə də bərabər edə bilərik, 4-ə də bərabər edə bilərik, 225-ə də bərabər edə bilərik, hətta sonsuza da bərabər edə bilərik, fərqi yoxdur. Və yaxud mötərizələrin içini məsələn 3 üstəgəl kök 5-ə də bərabər etmək olar. Çünki x və y müxtəlif dəyişənlərdir və bu mümkündür. Yəni etmək olar belə bir şeyi. Məsələn, biz burada mötərizələrin içini 3-ə bərabər etsək, x üstəgəl 5-imiz bərabər olacaq 3-ə, y üstəgəl 2-miz bərabər olacaq neçəyə? 3-ə. Və biz buradan x-i -2, y-i 1 taparıq. Cəmlərimiz də olacaq. X üstəgəl y bərabərdir -2-nin üstünə 1 gələndə -1. Gördüyünüz kimi y variantı ödəyir. A variantı ilə birlikdə. Və dediyim kimi biz burada sonsuz sayda kvadrat ədədi bura yaza bilirik deyə, hətta kök də yaza bilərik, fərqi yoxdur. Hər ədədi yazmaq olar, hər həqiqi ədədi oraya yazmaq olar. Belə bir bərabərliyi hər ədədlə biz ödəyə bilirik deyə, bizim sonsuz sayda x-imiz var. Sonsuz sayda da y-imiz var, bu bərabərliyi ödəyən. Bu halda da bizim x üstəgəl y-imiz ədədimiz sonsuz sayda kök ola bilər. Yəni burada A, B, C, D, Y bütün variantlar bizim potensial cavabımızdır. Yəni bunlardan hamısını ödədiyi x və y-lər var, mümkündür. Yəni burada belə olmamalı idi sualımız. Belə olsaydı, məsələn, cavabımız düz olardı. X üstəgəl 5-in kvadratı bərabərdir mənfi y üstəgəl 2-nin kvadratı olsaydı, biz burada hər ikisini sıfıra bərabər etmək məcburiyyətində olardıq. Nəyə görə? Çünki bizim kvadratlarımız ya sıfır ola bilər, ya müsbət ədəd ola bilər. Və birinin qabağında mənfi varsa, deməli hər ikisi də sıfıra bərabər olmalıdır ki, bir-birinə bərabər olsunlar. Bu halda x üstəgəl y-i biz -7 götürə bilərik. Onun üçün də gələk burada qabağına mənfi olsun. O da mümkün deyil, çünki sual elə verməyiblər bizə. Üstəlik tək həllimiz bizim bu da deyil. Belə bir həldə mümkündür. 21-i bura keçsək, y kvadratını bura keçsək, nə olacaq? X kvadratı üstəgəl 10x üstəgəl 21 bərabərdir y kvadratı üstəgəl 4y. Vuruqlara ayırdıqda x üstəgəl 3, x üstəgəl 7 bərabərdir y üstəgəl 4. Deməli, burada bizim potensial köklərimiz nələrdir? 0, 0 yazsaq buralara nə olacaq? -3, 0 kökümüz olacaq. 0, 0 yazsaq -3, -4 köklərimiz olacaq. Məsələn, 0, 0 yazsaq -7, 0 köklərimiz olacaq. Eyni zamanda 0, 0 yazsaq yenə -7, -4 köklərimiz olacaq. Gördüyünüz kimi burada da 4 dənə kökümüz var. Cəmlərinə baxsaq -3, -7, yenə -7, -11. Gördüyünüz kimi burada x və y-lərimiz sonsuz sayda ədəd ola bilər. Bu halda da x üstəgəl y ədədimiz sonsuz sayda həlli var. Və burada A, B, C, D, Y variantlarının hamısı bizim potensial həllərimizdir. Yəni hamısının ödədiyi x və y-lər var. Bu mümkündür. Buna görə də sualımız səhvdir. Bütün variantlar ödəyir. Ümid edirəm ki, anladınız. Bu video bu qədər. Gələcək həyatınızda uğurlar arzu edirəm. Əgər ki, sualı səhv yazmısınızsa və səhv sizi qane edirsə, necə deyirlər, sualın səhv olduğu sizi qane edirsə, bu sualı
siz apellyasiyaya verə bilərsiniz. Eyni zamanda mən düşünürəm ki, din bu sualı hər kəs doğru qəbul eləyəcək. Bugünkü videomuz bu qədər. Ümid edirəm ki, bəyəndiniz. Sağ olun.